Sən də hər dəfə yox deyə bilməyib, içdən-içə niyə bu qədər axmaq davrandım ki, deyirsənsə, xoş gəl. Bu gün səninlə sərhəd çəkməyi, özünü qorumağı və vicdan əzabı çəkmədən yox deyə bilməyi öyrən. Birinci addım özünə verdiyin zərəri düşün. Məsələn, biri səndən pul istəyir və sənin o pula ehtiyacın var əslində. İçdən-içə özünə deyirsən ki, bu pul mənə lazım. Amma bir anda özünü pulu verərkən görürsən, pul getdi. Özünə bu şəkildə yanaş. Sevgilin, həyat yoldaşın və ya çox yaxın bir dostun hər yeri səninlə gedir, amma bir anda görürsən ki, çox əlaqəsiz, o qədər də tanımadığı, çox əhəmiyyətli olmayan bir insanla çox gözəl bir yerə gedib, hansı ki, bir şey təsəvvür elə ki, sanki dünyanın ən gözəl yeridir və səninlə yox, o dostuyla gedib və ya xalası qızı ilə gedib. Saçını başını yolaram deyə deyirsən, eşidirəm bunu, amma bu şəkildə baxma. Düşün ki, ilk öncə qısqanclıq olaraq düşünmə bunu. Ən birincisi inciyərsən. Mənimlə niyə getmədi ki, mənimlə o qədər əylənmir və s. deyə düşünərsən. Yəni bunu özünə qarşı da düşün. Sən içindəki o insanın, içindəki o uşağın istədiyini eləmirsən, amma gedib bir başqasının istədiyini eləyirsən, ona kömək edirsən. O pulla hansısa bir istəyini eləyə bilərdin, amma o səndən pul istədi deyə yox deyə bilmədin və özünü ikinci plana atdın, onu birinci plan elədin. İçindəki o uşaqda müəyyən bir dönəmdən sonra belə təkrar hadisələr baş verəndə artıq özünü dəyərsiz və önəmsiz hiss eləyir. Bu da səndə birbaşa dərin travmalar yaradır. İndi durub deyəcəksən ki, axı çox yaxın dostumdur, axı mən onu çox istəyirəm, axı bizim aramız çox yaxşıdır. Əzizim, 2-3 dəfə yox deyə ondan sonra görəcəksən sizin aranız nə dərəcədə yaxşıdır. Bunu bir yoxla. Aramız çox yaxşıdır dediyin bir insanın 3-4 dəfə istədiyi şeyə ard-arda yox de. Gör nə düşünəcək. Məsələn, normalda həftə sonu gəzməyə gedirsiniz. Bu həftə sonu de ki, bu həftə sonu başqa bir işim var, bu həftə sonu alınmır mən. Müəyyən bir dönəmdən sonra görəcəksən ki, artıq ya başqası ilə kanka olub, ya da yəni artıq səndən əvvəlki kimi deyil. Yəni bu əsl üzün görəcəksən. Sən belə şeylər elədikcə hər kəsi birinci plana, özünü ikinci plana qoyanda, özünü və öz istəklərini, bilinçaltı sənə deyir ki, sən yox, başqaları önəmlidir. Sənin istəklərin yox, başqalarının istəkləri önəmlidir və bir müddət sonra düşünürsən ki, mənim işim həll olmasa da olar, tək onun işi həll olsun, başqasının işi həll olsun və belə həyatını başqalarına həsr eləmiş olursun. Bizim məqsədimiz burada heç kimə kömək etməyən, hər kəsə yox deyən, sadəcə özünü düşünən bir egoist olmaq deyil. Bizim məqsədimiz yox deyə bilməməyimizdən istifadə edib bizi ikinci planda hiss etdirən insanları həyatımızdan eləməkdir. İkinci addım. Niyə yox deyə bilmirik? Yadındadır, uşaq vaxtı biri bir konfet uzadanda, biri bir şey uzadanda özümüzdən böyüklər. Uşaq bir özünü çəkir, istəmir, amma valideyn kənardan ayıb olsun, adam əminin, xalanın əlini geri qaytarar heç. Məncə bu söz sənə çox tanış gəldi. Al deyə onu bizə aldırırdılar. Ya məcbur şəkildə aldırırdılar, ya da qorxu hissindən irəli gələrək alır. Və artıq dəyərsizlik, önəmsizlik hissinin ilk toxumları uşağın bədəninə, ruhuna atılmış olur. Düşünür ki, uşaqdır da, bunu nə bilir dəyərsizlik hissinədir. Bu və bu kimi hallar bir neçə dəfə təkrarladıqdan sonra uşaqdır, şuursuz deyil, amma hər kəsin şuuru var. Hər kəs müəyyən bir şey təkrar davam etdikdə bunun bu şəkildə və normal olduğunu düşünür. Yəni bizim kodlarımız bu şəkildədir. Yəni sadəcə olaraq bir müddət sonra düşünürük ki, tək kimsə pis olmasın ki, tək kiminsə xətrinə dəyməsin, tək kimsə inciməsin. Məsələn, ikinci nümunəmizi çəkirəm. Dəfələrlə şahid olduğunuza əminəm. Çünki biz Azərbaycanlıyıq. Yaxınlaşıb öpmək istədiyiniz bir uşağın özünü çəkdiyini görmüsünüz heç? Dərhal valideynlər girir. Ayıb olsun. Adam elə eləyər xalaya, qoy öpsün. Bu şəkildə məcbur eləyirlərmi? İkinci toxum daha atıldı. Mənim ən sevmədiyim şeylərdən biri də budur. Mən bir uşağa yaxınlaşanda, yəni dərhal öpmürəm. İlk başlarda bir neçə dəqiqə kənardan onun oynadığımı, onu sevdiyimi hiss elətdirirəm. Hətta bir balaca böyüdüsə, ondan icazə alıram. Səni öpə bilərəmmi deyirəm. Çünki bu valideynlərin verəcəyi bir qərar deyil. Bədən və ruh o uşağa aiddir və onun qərarını o verər. O, yox məni öpmə deyirsə, mən onu qətiyyən öpmərəm və valideynləri dirənsə belə, yəni bunun heç doğru bir şey olmadığını deyirəm. Kəşke hər kəs bu qədər bilinçli olsa. Özəlliklə də valideynlər. Nəticə olaraq yox
yox deyə bilməməyimizin səbəbi qəbul olunma istəyi, münaqişədən qaçmaq və ya günahkarlıq hissi. Günahkarlıq hissi bir çoxumuzda əvvəldən olub, hansı ki biz uşaq vaxtı kiminsə dediyi bir şeyi eləməyəndə, kiminsə bir köməklik eləməyəndə, hətta bu bir balaca bizdən böyükdürsə, bunu eləməyəndə özümüzü çox qəribə və pis hiss edirdik. Özümüzü belə sanki bir egoist kimi hiss edirdik. Və bəli, bu bizə uşaqlıqdan gəlir. Ən yaygın olan mövzudan biri yaxşı qız, yaxşı oğlan olma sendromu. Təbii ki, uşaq vaxtı yaxşı qız, yaxşı oğlan, yaxşı uşaq olmaq üçün nə etməliydik? Deyilən hər şeyi eləməli, daha sakit, daha tərbiyəli və daha istəklərinə uyğun şəkildə bir uşaq olmalıydıq ki, biz yaxşı uşaq adlandırılaq. Təbii ki, hər uşağın yaxşı uşaq olma istəyi qaçınılmazdır. Hər kəs istəyir yaxşı uşaq olmağı. Yox, əgər yaxşı uşaq olmadınsa, küstüm səndən, danışma məndən. Yox, sən məni incidirsən. Bu şəkildə cümlələrdə əminəm ki, çox eşitmisiniz. Çox təəssüf ki, bunu kənardan yox, elə ilk başlardan öz valideynlərimizdən öyrəndim. O qədər qarşılaşıram ki, 30-35 yaşında valideyn olan bir insan əl boyda bir uşağa istədiyi bir şey etdirə bilməyəndə, küstüm səndən, ayıb olsun sənə, sən yaxşı uşaq deyilsən, sən məni incidirsən, bax filan kəsin uşağına, hər cümlələr qurulur. Bu nə deməkdir? Bu nə deməkdir? Xahiş edirəm, bir balaca bilinci olaq. Yəni bu şəkildə valideynləri görəndə sadəcə içimdə keçirdiyim tək cümlə budur ki, insanlar bu yaşa gəlib valideyn olub necə bu qədər bilinçsiz ola bilərlər? Bütün bu cümlələr uşaq yaşımızdan bu yana bizə yox deyə bilməməyi, yox deməyin ayıb olduğunu və başqalarının hisslərinin daha önəmli olduğunu artıq bizə öyrətdi. Nəticədə artıq yox deyə bilməyən, hər şeyə hə deyən bir uşaqlara dönüşdük. Nəysə, çox uzatmadan növbəti addıma keçək. Üçüncü addım. Yox deyə bilmədiyin insanları müəyyən et. Nə demək istəyirəm? İndi otur və düşün. Sən kimə yox deyə bilmirsən? Valideynlərinə, dostuna, sevgilinə və ya yoldan keçən hər hansı bir insana heç bir şəkildə yox deyə bilmirsən. Bunu bir seç. Kimə yox deyə bilmirsən? İlk öncə problemi tapdıq, səbəbini tapdıq. İndi problemi yaradanı tapmalıyıq ki, növbəti addımlarda onun üzərindən gedək. Səndən sonraki nəsillər üçün bu zənciri qıra bilərsən. Mən sənə inanıram. Çünki biz artıq özümüz üçün nələrsə etmək istəyən nəslik. Nəysə, seçdinmi? Tamamdır. Seçə bilmədinsə videonu burada saxla, 5-10 dəqiqə düşün, tam olaraq o insanı tap və növbəti addıma keçək. Dördüncü addım. Fərqindəlik qazanmaq üçün özünə bir neçə sual ver. Məsələn, yox desəm nə baş verər? Yox desəm qəbul görülmərəmmi deyə düşünürsən? Yoxsa yox desəm artıq sevilmərəmmi qorxusu var? Həqiqətən kömək etmək istəyirəmmi? Yoxsa sadəcə qəbul görülmək üçünmü kömək edirəm? Yox deməkdən utanırammı? Yoxsa problem çıxmasın deyəmi? Hə deyirəm. İlk öncə bunları müəyyən et. Çünki bəzən ailə münasibətlərimizdə yox desən, şiddətə məruz qalırsan. Çox təəssüf ki, bu halları yaşayan insanlar var. Psixoloji və ya fiziksel. Heç bir şey fərqi yoxdur. Şiddət hər bir halda şiddət. Bəzi valideynlər var ki, onun dediyi bir şeyə yox dedinsə, bu sadəcə evdə böyük bir qalmaqal yaradar və ona görə dediyi hər şeyə hə deyib keçərsən. Hə desəm mənə necə təsir edər? Özümüzü və hisslərimizi o qədər önəmsəmlik, o qədər ikinci plana atırıq ki, bu sual heç ağlımıza belə gəlmir. Məsələn, bir dostun harasa getmək istəyir və sənə deyir. Amma sənin həmin müddət ərzində imtahanın var və sən müəyyən bir dönəm, müəyyən bir vaxtını o imtahana verməlisən və ya ən sadəsi həmin an üçün getmək istəmirsən. Amma sən hə deyirsən. Sadəcə bəlkə də beynində düşündüyün şeylər, yox desəm artıq mənimlə dostluq etməyəcək, yox desəm artıq mənimlə əylənməyəcək, yox desəm artıq yeni bir dost tapacaq özünə və artıq məni unudacaq. Bunlar çox təbii hisslərdir. Çünki biz itirməkdən qorxuruq. İtirməkdən qorxmaq mövzusuna gələndə bu mövzu ilə bağlı ayrı bir video çəkəcəm. O videodan sonra əminəm ki, artıq heç kəs itirməkdən qorxmayacaqsınız. Başqa bir misal çəksək, biri səndən pul istəyir və o pula sənin bir ay ərzində ehtiyacın olacaq. Məsələn, müəyyən bir şey üçün yığırsan o pulu və bilirsən ki, o pulu ona verəcəksən və o pul sənə bir ay ərzində qayıtmayacaq. Və biz Azərbaycan xalqı olaraq verdiyimiz borcu geri istəməkdən utanan millətik, bəli. Sən onu geri istəyə bilməyəcəksən və gözləyəcəksən, onu nə vaxt versə, o pul sənə onda qayıdacaq və sənin planın axsayacaq. Niyə? Çünki yox deyə bilmədin. Ən çox nəyə yox deyərsən? Bəli, elə bu dəqiqə dur və düşün. Düşün ki, hər şeyə çox rahatlıqla yox deyirsən və biri səndən pulunu mu istəsə yox deyərsən, geyimini mi istəsə yox deyərsən, kitablarını mı istəsə yox deyərsən, biri səndən nə istəsə ən çox onlara yox deyərsən. Bunu oturub bir düşün və bu andan etibarən o şeylərə yox deməyə başla.
Bəli, ilk başlarda çətin olacaq. Amma ilk başlarda bəhanələrlə başlayıb, növbəti addımlarda çox rahat şəkildə yox deyə biləcəyinə əmin ol. Məsələn, mən kitablarımı paylaşmağı çox sevmirəm. Mən kitablarımı çox səliqəli, çox həssas yanaşıram onlara və birinin o kitabı aparıb bir vərəqini qatlaması mənim üçün çox böyük bir şeydir. Mən ona görə hər kəsə kitabımı verməyi sevmirəm. Yəni mən kitabımı bölüşməyi sevmirəm. Geyimimi paylaşaram, ehtiyacım yoxdursa həmin an üçün pulumu paylaşaram. Amma kitabımı ehtiyacım oldu, olmadı heç kəslə paylaşmağı sevmirəm. Və bu mənim üçün ilk başlarda çətin idi. Mən də yox deyə bilmirdim. Amma başlayırsan bəhanələrə sığınmağa. Bələzin ilk başlarda bəhanələrə sığın, ondan sonra gör necə rahat şəkildə yox deyə biləcəksən. Məsələn, mən deyirdim ki, kitabın başqasındadır. Kitabımı vermişəm falan kəsə, indi məndə deyil. Gəlsin verərəm. Bu şəkildə neçə dəfə deyirsə o qədər uzaq. Bu gün Ayşədə də de, sabah Fatmada da de, o bir gün nə bilim, kimlə də deyirsən de. Amma de. İlk başda bu cür başlayacaqsan, sonra sözü gələcək, narahat olma. Ən önəmli, ən maraqlı məqam bilirsiniz harasıdır? Siz bunları etməyə başladığınız andan ətrafınızdakı insanlar deyəcək ki, əvvəl belə deyildi, nə oldu indi sənə və s. kimi sənə bir qəribə yanaşacaqlar. Və sən düşünəcəksən ki, mənim bu dəyişimim əslində heç doğru və düzgün bir şey deyil və özünü sorğulamağa başlayacaqsan. Amma unutma mənə, hər kəs sənin bu dəyişimini bir yerdən sonra qəbul edəcək. Maksimum bir dəfə xəbərdarlıq eləyəcəksən, 2 dəfə xəbərdarlıq eləyəcəksən. Əvvəl belə deyildi, nə oldu bir anda dəyişdin deyəcəklər sənə. Onda bilirsən onlara nədir? Onlara de ki, əvvəl belə olmamağımın mənə nə qədər zərər verdiyini gördüm və bundan sonra belə olmaq qərarına gəldim. Bunu de. Bu qədər net və inan mənə, bir neçə dəfə bu cümlələr təkrarlanandan sonra artıq o insanlar səni qəbul edəcək. Bəziləri qəbul edib həyatında qalmağa davam edəcək, bəziləri isə artıq sənin sevmədiyini hiss eləyəcəksən. Artıq səndən uzaqlaşdığını hiss eləyəcəksən və bu anda, bunu hiss elədiyin an qətiyyən geri dönmə. Çünki doğru yolda olduğundan əmin olmalısan. Əgər sənin bu xarakterində, sənin yanında deyilsə, deməli o səni sevmirmiş. O, onun üçün hər şey edən səni sevirmiş. Yəni onun işinə gəldiyin tərəfini sevirmiş. İnsanların sizi sevmə dərəcəsi dediklərinin nə dərəcə etdiyinizlə bağlıdır. Bəli, bu belədir. Çox təəssüf ki, bu belədir. Bunu dəyişə bilmərik. Bunu dəyişə bilmərik, amma özümüzü çox da gözəl dəyişərik. Ona görə bu videodan etibarən artıq dəyişirsən. Bu qədər net, əsəbləşdirməyim mən. Yəni, heç vaxt, heç bir şəkildə kimsə itirməkdən qorxma. Yəni, mən özümü bildim biləli, həmişə tək bir insan idim. Mənim ətrafımda çox rəfiqələrim, tanışlarım olmayıb. Mən ümumiyyətlə hər kəsi sevə bilmirəm, hər kəslə bir bağ qura bilmirəm. Çox nadir insanlarla bir bağ qururam və o insan mənə qarşı bir yanlış eləmədiyi müddətdə hər zaman həyatımın mərkəzinə qoyuram onu. Və təəssüf ki, nə dərəcə uzun bir müddət xoş anlar yaşayıram, bir dəfə güvənimi qıran insanı ikinci səfər mən həyatımda saxlaya bilmirəm. Maksimum mənim kimi 4-5 il tək olarsan, özünü formalaşdırarsan, özünü inkişaf elətdirərsən, həqiqətən nə istədiyini, necə dostlar istədiyini bilərsən, öyrənərsən, ondan sonra özün kimi insanlar tapıb onları həyatında saxlamağa çalışarsan. Okay? Unutma, yox demək səni pis insan eləmir. Sadəcə sərhədlərini qoruyan və özünə önəm verən bir insan edir. İlk yox deməyindən etibarən artıq azadlaşmağa başlayırsan. Ətrafındakı pis insanlardan da, etmək istəmədiyin hərəkətlərdən də. Əgər sən hal-hazırda bu videoya bura qədər baxdınsa, deməli sən həqiqətən içində nə isə dəyişmək istəyirsən və insan istədiyi andan etibarən edə bilməyəcəyi heç bir şey yoxdur. Özünə hər zaman sonsuz güvən. Sən özünə güvənməsən, heç kəs sənə güvənməyəcək. Bu mövzular sənə maraqlı gəldisə, bəyənib abunə olmağı unutma. Növbəti videolarda çox dərin mövzularda görüşmək ümidi ilə. Rəylərdə mənimlə fikirlərini bölüşməyi unutma. Öpdüm, hələlik.